36 gündür həbsinə etiraz olaraq azlıq edən siyasətçi Tofiq Yaqublu bu dəfə də azadlığa buraxılmayıb. Məhkəmə önünə polis qüvvəsi cəlb olunub və prosesdən sonra Tofiq Yaqublunu dəstəkləməyə gələnlər bu formada ərazidən uzaqlaşdırılıb. Qızı Nigar Həzinin sözlərinə görə siyasətçi həddindən artıq arıqlayıb, danışmaqda və yeriməkdə çətinlik çəkir. Yalnız Ədliyyə Nazirliyinin işçilərinin dəstəyi ilə hərəkət edə bilir. Tofiq Yaqubun ölümünə fərman verilib. Çünki nə həkimini buraxırlar yanına, nə məhkəmədə ev dustaqlığına buraxdılar. Və Tofiq Yaqublunun bundan sonraki həyatı sual altındadır və özü də keçən dəfə bu bazar görüşlərində keçən bazar. Özü dedi ki, böyük ehtimalla mən bazar gələn görüşlərdə çox çirkədim. Mənim atamı isə bizim gözümüzün qarşısında diri-diri öldürürlər. Yaxınlarının sözlərinə görə may ayının 6-sında Bakı Apellyasiya Məhkəməsinə keçirilən iclasda mikrofon işləmədiyi üçün Tofiq Yaqublunun səsi çətinliklə eşidilib. Hakimlər müşavirədə olarkən Tofiq Yaqublu başını saxlaya bilmədiyi üçün gödəkçəsini başının altına qoyaraq ona söykəyib. Bu boyda texnologiyanın inkişaf elədiyi vaxtda bir dənə mikrofon qoya bilmədilər ki, Tofiq Yaqubu danışanda onun səsi eşidilsin. Onu belə təmin eləmədilər, çünki Tofiq Yaqubu ümumiyyətlə səsini kəsmək istəyirlər. Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 9 il müddətinə azadlıqda məhrum edilib. Həbsinə etiraz olaraq aclıq aksiyası keçirən siyasətçi ittihamları qəbul etmir. Siyasi sifariş əsasında saxlanıldığını bildirir. Azərbaycan hökumətinin rəsmiləri isə heç kimin siyasi mənsubiyyətinə görə həbs edilmədiyini deyir.